Burada bir sual ortaya çıxır. Amerikanın İranla düşmənçiliyi nədən qaynaqlanır? Bu sual zahirdə asan görünür, amma əslində mürəkkəb bir sualdır. Cavabı da mühüm və eyni zamanda mürəkkəbdir. Bu düşmənçilik bugünün məsələsi deyil. 45 ildir ki, müxtəlif partiya və şəxslərə mənsub olan bütün Amerika hökumətləri İslam Respublikasına və əziz İran xalqına qarşı eyni düşmənçiliyi, eyni sanksiyanı, eyni təhdidi davam etdiriblər. Səbəb nədir? Keçmişdə bu səbəbi gizlədirdilər. Müxtəlif adlar altında bəhanələr gətirirdilər. Terrorçuluq, insan haqları, qadın məsələsi, demokratiya adı altında. Yaxud da əgər səbəbi açıqlayırdılarsa, bunu zahirdə ədəbli bir şəkildə ifadə edir, İranın davranışlarını dəyişdirmək istəyirik deyirdilər. Əvvəllər belə danışırdılar. Amma bugün Amerikada hakimiyyətdə olan şəxs məsələni açıq şəkildə dedi. Əsas hədəflərini aşkar etdi. Söylədi ki, bizim İranla, İran xalqı ilə mübarizəmizin səbəbi budur ki, İran Amerikanın sözünə qulaq assın. Biz İran xalqı bunu düzgün anlamalıyıq. Bu çox mühüm məsələdir.